Salyan rayon mərkəzi kitabxanasının nəzdində fəaliyyət göstərən Anakür Ədəbi Məclisi Gənc Misraların Çağırışı adlı poeziya tədbirinə ev sahibliyi edib. Tədbir məclisin rəhbəri Firdovsi Sarvanlının aparıcılığı ilə başlayıb. Bu ədəbi görüşdə rayonun müxtəlif təhsil və mədəniyyət ocaqlarından dəvət olunmuş gənc şairlər öz şeirlərini səsləndiriblər. Fərqli üslublar, duyğusal ifadələr, müasir düşüncə ilə klassik poeziyanın ruhu bu görüşə xüsusi rəng qatıb. Dinləyicilər gənc qələm sahiblərinin səmimi misralarını böyük maraqla qarşılayıb. Anakür Ədəbi Məclisinin üzvləri də çıxış edərək gənclərin ədəbiyyata sevgisini yüksək qiymətləndirib. Onlara yaradıcılıq yolunda dəyərli tövsiyələr veriblər. Poeziyanın insan ruhuna təsirindən, sözün gücündən və ədəbiyyatın birləşdirici rolundan söz açılıb. Bu kimi görüşlərin əsas məqsədi bölgənin istedadlı gənclərini bir araya gətirmək, onların yaradıcılığını dinləmək və yeni ədəbi nəfəsi ictimaiyyətə təqdim etməkdir. Tədbirin sonunda gənc şairlərə yaradıcılıq uğurları arzulanıb və bildirilib ki, qarşıda onları daha geniş miqyaslı layihələr gözləyir. Yaqub Mehdioğlu, Elgün Qabiloğlu, Salyan.